Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Bir dənə yolu götür, asta-asta zəhmət olmasa. Küçənin genişliyini görürsünüz. Bu da ki bizim möhtəşəm deyilən villa ki var. Bax budur. Yoxdur sözü bax bu villaya aiddir. Ben geniş təqdimatını sizə göstərəcəyik. Nardaranda çox gözəl bir möhtəşəm bir yeridə. Hündür bir panoramik ərazidə bir bağın təqdimatına gəlmişik ki, mən inan ki bu bağa baxdım. Yəni özü bir bağa belə desək ki, nağıllar aləmində. Bir dənə buradan hələ bir həyətini göstər. Dəniz sözün əsli mənasında ayağının altında. Cümeriya panorama. Yəni birbaşa belə desək ki, Bilgəh Nardaran panoramasıdır. Bir dənə sol tərəfə fırla yavaş-yavaş bu izə zəhmət olmasa. Sibriz bizdən belə desək ki, hündürlük məsafəsindən aşağıdadır. Yəni o yüzdə görürsünüz. Biraz biz buradan dirəksək, o 5 barmaq piri deyirlər, onu da görə bilərik. Yəni belə desək ki, Nardaran mayak. bəli, Nardaran mayakı deyirlər bura. Buraların da ərazi olaraq qiyməti hər kəsə bəllidir. 4 sotda, 16 sotda dağcı üzr istəyirəm, 4 mərtəbə villamız. Bağda yoxdur, söhbəti yoxdur, bu uzun olacaq. Biz özümüz hamısını çəkib sizə ətraflı hamısını göstərəcəyik. Sənədlərimiz isə qaydasındadır, yəni heç bir problem yoxdur. 2 dənə çıxışımız var, bir arxa küçəyə, bir ön küçəyə. Axıran otağı, bağban otağından savayı sizin qonağınız gələcək, sizə hər mərtəbədə belə pisması, geninə boluna, hər birisinin qarşılamağa yerimiz polunu var. Evin şəraitindəki özünüz kamerada görəcəksiniz göz önündə. Getdik, hamısını göstərməyə.